İstəyirəm belə ki, yaranmış fasilədən istifadə edib elə komandalar haqqında bəhs edim. Gilli turnirin ən çətin hesab olunan C qrupunda yer almışdı. Qrup mərhələsində Forus üzərində 2-1 qələbə, daha sonra Gods Mountain 3-3 bərabərə qalmışdılar. Hypet üzərində 7-1 qələbə qazandılar. Qrup mərhələsində 7 xal toplama bacardılar. Play-off yolu 8-1 qarşılaşması ilə başladı. Oğuz 7 ilə qarşılaşdı. Görüşün əsas vaxtı 2-2 bitdi. Penaltilər seriyasında 5-4 qalib gələrək növbəti mərhələ vəsiqə qazandılar. 4-1-də turnirin əvvəlki çempionlarına biri olan Elitarla üzləşdilər. Yeni əsas vaxt 1-1 bir qədər play-off mərhələləri çətin keçib Gilli üçün. Hansı ki penaltilər seriyasında isə Gilli 4-3 hesab ilə qələbə qazanmışdı. Yarı finalda isə Marmara qrupla üzləşdilər və 1-3 hesab ilə məğlub oldular. Hansı ki komandanın bombardirləri də var, əsas gol silahları var, ən sərras oyuncuları var. Onlardan ilk növbədə Cəfərlinin qeyd etmək lazımdır. Onun aktivində 5 gol var. Komandası adına ən məsuldur, ən sərras oyuncu odur. Nasava ilə Eydər Quliyev, onun aktivində 4 gol var. Səmədağa Mahmudlu isə aktivində 3 gol yazdırmağı bacarıb. Bir qədər də istəyirəm onların bugünkü rəqibi haqqında bəhs edir. Hansı ki Gənclər Birliyi komandası haqqında. O isə bu komanda isə turnirin ən dominant komandası idi. Komanda H qrupunda məhz mübarizəyə başlamışdı. Bir-birindən inanmı qələbələr qazandı. Hansı qrup mərhələsi 9 xalla tamamlamışlar. Rebels önündə 2-0'lık qələbə, Apex önündə 11-0'lık qələbə, Inferno önündə 2-0'lık qələbə, playoffda 8-1-də Aysər üzərində 6-1'lik qələbə, 4-1-də Albion önündə 3-0'lık qələbə qazandılar. Yarım finalda isə Novara komandasına penaltı vəsiqəsində məğlub olmuşdu. Bu arada komandalar artıq meydana daxil olur. Hansı ki biz referlərin ədalət təmsilçilərin müşahidə altında Gilli və Gənclər Birliyi komandalarını artıq görürük. Mərkəzdən meydanı özünə olan hissəsində yavaş-yavaş öz mövqelərini tutacaqlar. Onların da bombardirləri var, hansı ki Sərrasən Məsultan oyuncuları var. Vadəsənov aktivində 8 gol var. Coşqun Bayram 5 golu Məhəmməd. Əhsənov 4 golu görək. Bu adlarını saltaladığı oyuncular bugün bizə təsir bağışlayacaqlar. Məhz kadrlarda rejissorlar bizə oyuncular yaxın planda göstərirlər. Gözəl bir hava. Yarım final bir qədər tam əlverişli keçmişdi deyə bilmərəm. Hansı ki külək həm bizə mane olurdu, həm oyunculara mane oldu topun istiqamətinin dəyişməsində. Amma bugün həqiqətən də hər şey gözəldir. İkinci komandaları Çempionlar Ligasının indisi müşahidə etdi. Komandalar yeterlilikler. Əvvəlcə Mini komandası. Komandalar salınlaşaraq mərkəzə meydan özlərində olan səsinə yer alırlar. Bir qədər sonra biz heyətlər barəsində bəhs edəcəyik. Məhz Gilli komandasının start heyəti ekranlardadır. 1 nömrə qapıda biz görəcəyik Rüstəm Hacıyev, 99 nömrə Nəriman Əsənzadə, 7 nömrə Cəfər Cəfərli, 8 nömrə Sənan Nəsirov, 9 nömrə Eydər Quliyev, 10 nömrə Səmədağa Mahmudlu, 11 nömrə Xəyal Rəhimli, 19 nömrə Nurlan İsayev, 20 nömrə Mehdi Rəhimli, 21 nömrə Tunar Mahmudlu, 22 nömrə İbrahim Əhməd İbrahim, 24 nömrə Maksud Şıxzadəyev, komandanın baş məşqçisi Bəhram Məhərrəmovdur. İnsanların rəqibi məhz Gənclər Birliyinin start heyəti ekranlardadır. 1 nömrə qapıda Rəvan Nəbiyev, 3 nömrə Cəlil İsmailov, 5 nömrə Seymur Hacıyev, 6 nömrə Həsən Süleymanov, 7 nömrə Coşqun Bayramov, 8 nömrə Rəhman Qəmbərov, 10 nömrə Kapitan Turan Allaverdiyev, 11 nömrə Hüseyin Xas Məmmədov, 13 nömrə Şayan Kərimiv, 15 nömrə Vahid Həsənov, 17 nömrə Məhəmməd Həsənov, 53 nömrə Orxan Salov, komandanın baş məşqçisi Nicat Məhərrəmovdur. Bu görüş isə sizin nəzərinizə mən çatdıracağım Mikail Yusufoğlu. Deyirəm ki, həm maraqlı bir oyun, həm templi bir oyun, həm də məhsuldar bir oyun şahidi olacaq. Artıq hər şey hazırdır. Komandalar öz aralarında bir qədər məşvərət edirlər. Biz hər iki komandaya uğurlar arzu edirik. Güclü olan qalib olsun deyirik. Kifayət qədər azərkeş kütləsi bu görüşü canlı izləmək üçün Su İdman Sarayında yollanıblar, məhz əyləşiblər.
3-cü yer uğrunda mübarizədə bu qədər azərkeşin olması bizə bir qədər də müjdə verir. Hansı ki, final oyunu üçün. Artıq hər şey hazırdır. Ədalət təmsilçilərinin işarələri də qarşılaşma start götürəcək. Hansı ki, biz onu biz maskotunu da görürük. Əslində, rejissorlar bizə yaxın planda göstərdi. İşarə gəldi, qarşılaşma start götürdü. Bir də hər iki komanda uğurlar arzu edək. Güclü olan qalib olsun deyək. Meydanın sol tərəfdə biz Gillini sağ tərəfdə isə Gənclər Birliyini görəcəyik. Kapitan Turan kiperlə oynadı. Rəvan Nəbiyev. Orada təzyiq edən oyuncu vardı. Cəfər Cəfərlidir. Komandanın ilk dəqiqələrdə bəhs etmişdim. Gillinin ən məsullar oyuncusu İbrahim. Legioner də var bu görüşdə. Hansı ki, Gillinin 21 nömrəli oyuncusu. Bir uzun ötürmə hissəyi. Başla zərbə. Kiper. Topa daha yaxındır. Rüstəm Hacıyev ötürmənin ünvana çatmasına imkan vermədi. Qapıdan zərbə. Təbii ki, düşünürəm ki, ilk dəqiqələr bir qədər kəşfət xarakterli keçə bilər. Təmkinli, risksiz mübarizə izləyə bilərik. Bir qol oyunu seyrini dəyişəcəyim. Tilsimin qırılmağının gözləyək. Qapının kilidini açılmaq. Anını gözləyək. Tural. Turan Allahverdiyev. Rəvan Nəbiyev. Bir ötürmə hissəyi bir qədər səliqəsiz alınan həmçinin İbrahim də bir qədər inamsız oynamışdı. Out yerinə itirməlidir. İbrahim Ahmed ünvansız ötürmədi. Kiperdə qalır. Turan Allahverdiyev. Rəvanla oynadı. Nəbiyev. Gilli oyuncuları da təzyiq etmə ilə etməmək arasında bir qədər tərəddüdə qalıblar. Turan Allahverdiyev komanda yoldaşlarının hərəkətlənməsini istədi. Bitirmə ünvana çatmışdı. Bir endirilən zərbə. Blok gəldi. Cəfər Cəfərli. Cəfər. Yarım final oyunda sonradan meydan daxil olmuşdu. Bu görüşdə 3-cü yer uğrunda mübarizə start heyətdə yer alır. Cəfər komanda yoldaşları oynadı. Bir endirilən zərbə, orada müdafiəçi də dəymişdi. Kiper bir qədər ayaq-sayaq davranır, hansı ki, zərbəni Sənan Nəsirovun ifasında izlədik. Turan Allahverdiyev Rəvanla oynadı. Nəbiyev. Cəfər yalnız öndə pressing edir. Hansı ki, digər oyuncular bir qədər meydanın özünə dolasına doğru çəkildilər. Uzun ötürmə hissəyi. Ünvanı çatsa da orada son ötürməni vermək mümkün olmadı. Məqsud Şıxzadəyevin ötürməsi səhvə yol verdi. Endirilən zərbə. Qapçı yaxşı oynadı. Təkrar əmrə hissəyi. Ötürmə alınmır. Hansı ki, Məhməd Həsənovun ifasında zərbə izlədik. Daha sonra komanda yoldaşının önündə qalmışdı. Oyuncu isə Coşqun Bayramov idi. Sənan Nəsirov. Nəsirov. Top qapıdan yan keçir. Dəqiq ola bilmədi. İçərisinə düşmək mümkün olmur. Orada Cəfərin təzyiqi var. İlk dəqiqələrdən çox aktiv görünür. Rəvan Nəbiyev yerli ötürmə hissəyi ünvana çatdı. Məhməd orada İbrahimdən yaymaq hissəyi. Bir ötürmə hissəyi yox, alınmadı. Məhməd Həsənovun ifasında komanda yolaşı dəqiq ola bilmir. Məqsud Şıxzadəyev İbrahimlə oynadı. İbrahim Ahmed. Gənclər Birliyi oyuncuları öndə pressing tətbiq etmək istəyir. İlk dəqiqələrdə təşəbbüsü onlar ələ keçirmək istəyir. Onun nəzarətini özlərinə götürmək üçün. Ad yerinə edilməlidir. Görüşdə təxmin olaraq artıq 5-ci dəqiqə oynanılır və
Elə də Südman sarayında var, indi bu meydanda qol yoxdur. Hələ ki, qapının kilidi açılmayıb, hələ ki, tilsim qırılmayıb. Rəvan Nəbiyev Turanla Verdev oynadı. Kapitan topladı. Bir ötürmə hissəyi yaxşı alandı. Orada Maksud Şıxzadayev son müdaxilə səhv etmirəmsə, bəli. Maksudun gəlir məsələ. Rejissorumuz da bizə yaxın planda göstərdi. Turanla Verdev adı yerinə yetirəcək. Geriyə qayıdır bir qədər Rəvan Nəbiyev. Rəvan bir qədər göz gəzdirdi, komanda ulaşını tapdı. Daha çox hücum sayıları, hücum həmlələri sol cinatdan qurulur. Burada biz Məhəmməd Həsənovun ifasında daha bir zərbə top qapıdan yan keçir. Maksud Şıxzadayev. Burada Məhəmmədin təzyiqi var idi. Bir dəfə də riskli həmlələr izlədik. Bu təzyiq öz bəhrəsini göstərdi. Out. Gənclər Birliyinin bir qədər geriyə ötürməyə. Orada Coşqun Bayramovu qabaqladılar. Və deyəsən bir toxunuş var idi. Bəli, ədalət həmsi qərarı küncün zərbədən yanadı. Korner yerinə yetirəcək Gənclər Birliyi. Cərmə meydansa səndəvərində də bir neçə 13 mövqə top yerli ötürmə hissəyi. Orada Sənan Nəsirov. Turanla Verdev, Rəvan Nəbiyev. Qapçını biz tez-tez əmlələrə qatılan zaman görürük. Gerdən əmlələri qorulur. Nəbiyev bir qədər boşa çıxır və ötürmələri meydan rəqibinin hissəsinə doğru ötürmələr o verir. Məhəmməd Həsənov orada Cəfərdən yana bilmədi. Cəfərlə top elə keçirməyi bacardı. Cəfər qayda pozulub. Ədalət təmsilçisi Cəfəri təqib edirdi, gözünün yayınmadı. Sanki bu qərardan sonra da Cəfər referiyə təşəkkür etdim. Belə qeyd edək, belə tərcümə edəyim bu epizodu. Ədalət təmsilçisi mənim işarəmdən sonra deyir, standart vəziyyətli, kifayət qədər təhlükəli bir nöqtədir və zərər çəkən deyəsən özü zərbəni yerinə yetirəcək. Bu Cəfər Cəfərlidir. Rəvan Nəbiyev isə qarşısında 3 nəfərdən ibarət canlı sədd istədi. İşarə gəldi. Cəfər, ötürmədi bu. Şıxzadayev, Cəfər Cəfərli. Bir halda cəmlə Cəfər. Keçmədi, indi əksəm ləhsə göstərə bilərlər. Bir müdaxilə var idi. Kontratak başladı. Bir halda cəmlə Kiper. Çıxışda düzgün oynadım. Bir anlıq Gənclər Birliyi oyuncuları hər kəsin intizarda saxlamağı bacardılar. Amma sənalda nəticə hasil olmur. Deyəsən yavaş-yavaş tep qalxır. Deyəsən yavaş-yavaş oyun qızışır bir qədər. Artıq analiz hissəsini yavaş-yavaş aşırlar sanki. 8-ci dəqiqə İlk təhlükəli həmlələri izlədik biz artıq. Rəvan Nəbiyev zərbə indirdi, amma zərbə əsnasında müqavimətini də itirmişdi. Turanla Verdev. Ad yerinə yetirilir. İbrahim Şıxzadayev. Diaqanla doğru ötürmədi. Cəfər. Davam etmək istədi, amma düşündüyü kimi istədiyi kimi alınmadı. Nəbiyev Turanla oynadı. Allah Verdev. Nəbiyev saxlamada bir qədər çətinlik çəkdi. Əldə cibə getdi. Görüşdəki ilk rəsmi xəbərdarlıq. 3-cü yerində mübarizədə ilk vərəqə gəldi. Nəbiyev sarı vərəqə gördü. Həmçinin ardı da gəlir sanki. Daha bir oyuncuna biz sarı vərəqə aldığını gördük. Deyəsən topu oyuna daxil edən oyuncudur. İndi bəhs edəcəm, bu kimdir deyə. Gənclər Birliyinidir. Orada endirilən zərbə keçmədi. Nüsəm Gillinin 9 nömrəli oyuncusudur. Əleydər Quliyev idi. Xanmurad Məmmədov, Xanmurad.
Nəsirov. Xət boyunca əllərdə ötürmə. Taban zərbəsi və gol. Görüşdə hesab açılır. Tilsim qırılır. 1-0. Heydər Quliyev. Yaşda sesimi kırır, qapını kilidini açır. Heydər Quliyev gol sevincini ise tribunalarla bölüşür. Kadrları yansıdı. 1-0 oldu. 3-cü yarımda mübarizədə. Artıq tilsim qırıldı. Artıq qapının kilidi açıldı. Bu bizi daha maraqlı oyuna doğru daşıyır. Heydər Quliyev komandasının önüne keçirir. Gilli 1. Hətta 2 də ola bilər. Cəfərli. Ardı gəlir. Komandanın əsas gol silahı. Fərqi şey yüksəldir. İki cavabsız gol. Təxmin olaraq 1 dəqiqə əvvəl görüş 0-0 idi. Artıq 2-0'dı. 2 cavabsız gol var. Gilli 2, Gənclər Birliyi 0. Gənclər Birliyi görə bir qədər özünə gələcəkmi? Yoxsa biz cavabsız gollar izləməyə davam edəcəyik. Rəvan Nəbiyev Kiper bir qədər əvvəl səhvə yol vermişdi. Məhz Cəfərli isə bu səhvi əff etmədim. Bu səhvi bağışlamadım. Rəvan Nəbiyev. Nəbiyevin ötürməsi komanda yoldaşına indirilen zərbə. Qapı tiri. Zərbə keçmədi. İbrahim Ahmet indi əks əmləyə səy göstərəcək. İbrahim sürəti hesabını bir rəqibinə yayınır. Daha sonra bir müdaxilə gəldi. Ama kesit verilmir. Gənclər Birliyi 11 nömrəli üçün Hüseyin Xas Məmmədov kritik müdaxilə eləyədə qalmışdı. İbrahim yerilə zərbə. Nəbiyev sayıqlı əldən vermir. Kiper yaxşı reaksiya verdi. İbrahim Ahmet bu dəqiqələrdə bir qədər aktiv görünür. Demək olar ki, artıq oyunun nəzarətini üzərlərinə götürməyi bacarıb. Gilli tərəfi Şıxzadəyevin ötürməsi imkanına çatmadı. Orada Cəlil müdaxilə etmişdi. Cəlil İsmailovu qabaqladılar.
adı yerinə yetiriləcək Gənclər Birliyi adına. Məhəmməd Həsənov Turanla Verdiyev, Rəvan Nəbiyevlə oynadı. Kiper yenə Turana qaytardı. Allah Verdiyev. Nəbiyev. Hüseyn Xasməmmədov. Dəqiqlə yana bilmədi, amma qayda pozulmuşdu deyə. Standart vəziyyət izləyək. Cərimə zərbəsi yerinə yetiriləcək. Gənclər Birliyi adına kifayət qədər məsafə var. Bir nəfərdən ibarət canlı saydı qoruldu. Turanla Verdiyev. Təhlükə önemli saymaq olar bunu. Asfaka Topqapının üzərinə meydan tərk edir. Şıxsadəyev, İbrahimlə oynadı Ahməd. Bu arada bir oyuncusu dəyişikliyi var Gilli niyyətində. 11 nömrəli oyuncu meydandadır. Bu Xəyal Rəhimlidir. Rəvan Nəbiyev. Oradan Nəsirov yaxşı oynadı. İbrahim Ahməd. Hüseyn Xasməmmədov. Təzyiq etmir. Təzyiq öz bərəsini göstərir. Alt onlarındır. Comeback düşünürsə bu komanda, geri dönüş fikirləşirsə məhz ilk öncə onlar hələ meydanda tilsimi qırmalıdılar. Yenə Kiper ona keçid vermir. Rüstəm Aziyev yaxşı oynadı. Bu arada əvəz etmə var. Biz İngilin kapitanı meydanda görürük. Mehdi Rəhimov kapitanlı sarısı onun qolundadır. Həsən Süleymanov, Turanla Verdiyev. Yenidən Həsən ötürmək istəyir. Kiperlə oynadı Rəvan Nəbiyev. Nəbiyev özü də zərbə indirə bilər. Bir qədər göz gəzdirdi. Nəbiyevin zərbəsi Topqapının üzərinə meydan tərk edir. Çərçivə düşmək mümkün olmadı. Hücumlarının saylarını bir qədər artırıb artıq Gənclər Birliyi tərəfi. Onlara uğur gətirəcəkmi? Mehdi Rəhimov toxuna bilmədi. Artıq 16-cı dəqiqə önəmli görüşdə və 2-0'lıq üstünlük var. 2 cavabsız gol var meydanda. Bir qədər sanki bu ötürmədə izafi güc var idi. Qapıdan zərbə. Gilli tərəfi tempi bir qədər aşağı salmaq istəyir. Bu başa düşülən və meydanda da hiss olunandı. Burada Xəyala mane oldular. Xəyal Rəhimli adı yerinə yetirir. Mehdi Rəhimov və Cəlilin bir təzyiqi vardı. İbrahim Ahməd bir qədər ayaq saxladı. Mehdiyə doğru ötürməyə Mehdi Rəhimov yerə salmaqda davam etməkdə bir qədər sanki çətinlik çəkdi. Rəhimli isə müqamətini itirir. Ardını gətirə bilmədi. Xəyal, Mehdi Rəhimov. Turanla Verdiyev blok gəldi. Kapitanların duelidir bir qədər. Nasıl ki, Turanla Verdiyev keçidi yoxdur deyir. Arxa planda İdman Sarayına yansıyan görüntü isə ölkəmizin üç rəngli möhtəşəm bayrağıdır. Bir qədər də rəng qatır, bir qədər də gözəllik qatır sanki. Nəsirov. Nəsirov. Bir komandası üstünlüğü devam edin. Esas 2-0. Hatta ilk hissənin sonuna yaxınlaşır. On 8-ci dəqiqə daxil olduq artıq. İlk hissəndə bitməyinə az qalıb. Görək fasilədən öncə hesabda dəyişiklik olacaqmı? Rəvan Nəbiyev. Turanla oynadı. Allah Verdiyev. Orada Cina dəyişir. Mehdi Rəhimovdan təzyiq var. Öndə pressing edir. Geri qayıtma məcburiyyətinə qaldılar. Rəvan Nəbiyev. Nəbiyev topladı.
Bir qədər ayaq saxladı. Turan ötürmək istəyir. Alaverdiyev qatırır əmrəyə. Bir qədər qapandı Gilli tərəfi. Daxil isə Sənan Nəsirovdan gəldi. Turan Alaverdiyev. Geri qaydır Rəvan Nəbiyev. Nəbiyev Turanla oynadı Alaverdiyev. O da diaqana doğru ötürmə vermək istəyət alamadı. Cəfərin zərbəsi idi bu. Daha doğrusu səhvimi düzəldim. Mehdi Rəhimov idi zərbəni edirəm. Aslında kiperin ön istiqaməti olduğunu gördü. Oradan bir başqa qapı ünvanlamaq istədi amma düşündüyü kimi, istədiyi kimi alınmadım. Ədalət təmsil bir qədər gözlüyündədir. İndihatı yerinə yetiriləcək. Vaxtı onun üçün irəliyir, bir qədər tələsmək lazımdır. Nəsirov. Altı yerinə yetirməkdə gecikdilər bir qədər. Vərəqəsə gəldi Sənan Nəsirov. Vərəq ilə cəzalanır. Səhv etməmsə, görüşdəki 3-cü rəsmi xəbərdarlıqdır. Turan Alaverdiyev. Gənclər Birliyi altı yerinə yetirir. Rəvan Nəbiyev. Gənclər Birliyi həmləsini izləyəcək. Nəbiyev. Uzun ötürmək istəyir İbrahim Əhməd Uzaboy. Müdafiəçi. Yaxşı oynadı. Cəlil. Ən azından fasilədən öncə Gənclər Birliyi tərəfi öz adlarına tilsimi qırmaq istəyirlər. Öz adlarına qapının kilidini açmaq istəyirlər. Fərqi azaltmaq istəyirlər. Təbii ki, əsas məqam artıq fasilədə edilən məşvərət olacaq ki, hansı ki, bu ikincisi necə yazacaq artıq, biz bunu fasilədən sonra biləcəyik. Amma indi isə altı izləyə ötürməklə başladılar. Turan Alaverdiyev yerlə zərbə keçmədi. Daha bir həmlə hissəyə qapı tiri. Qapı tiri mane olur. Bir anlıq intizarda saxladılar hər kəsi. Amma nəticə hasil olmadı. Out yerinə yetirməlidir. Turan Alaverdiyev. Turan ötürməsini verməyə bacarır. Orada Şahin Kərimiyə mane olmağa bacardılar. Əksəmlə başlayacaq. Məqsud. Yerli ötürmə Rəhimova çatmalı. Xəyal Rəhimli. Məqsud Şıxzadayev. Və. Bu ilk hissənin son epizodu, son cəhdi olub. Bununla da Ədalət təmsil ilk hissəni bitirir. Gilli fasilə 2-0 hesabı ilə öndə yollanır. Gənclər Birliyi önündə. Heç yer ayrılmır. Fasilədən sonra yenidən bir yerdəyik. Bir daha qeyd dostlar, ikinci hissəsi başlanır. 2-0. Bir də vaxtınız xeyir olsun, əsl futbol azar keçiləri. İkincisi də yenidən bir yerdəyik. Bir daha xatırladaq, məhz Bizon Student Cup'ın sayca 4-cü turniri, 3-cü yer uğrunda mübarizə. Gənclər Birliyi Gilli komandaları üzləşir. Gilli fasilə 2-0 hesabı ilə öndə yollandı Gənclər Birliyi öndə. Görək, ikinci hissədə bizi ilə gözləyən hansı ki, əsas məqamlardan biri odur ki, məşqçilərin fasilədə etdiyi məşvərət, söhbət ikincisi necə yansıyacaq, bu hesabda necə öz əksini tapacaq. Bu sualların cavabını artıq biz irəliləyən dəqiqələri tapacağıq. Görüşdə hesabı Əleyhdər Quliyev açmışdı, daha sonra isə Cəfər Cəfərli bir dəqiqə içində ikinci qolu aktivlərini yazdırdı. Gilli adına artıq gələcək, yoxsa comeback-in şahidim olacaq. Rəvan Nəbiyev. Nəbiyev diaqanla doğru ötürmək istəyib. Hərəkətli oyuncu var idi, top meydanı tərk edib. Baydə Sənov səy göstərsə də alınmadı. İbrahim Əhməd ona mane olmağı bacarmışdı. Sənan Nəsirov. Aktivində qol olmasa da pasivində sarı vərəqi var. Xəyal. At yerinə yetirilir Rəvan Nəbiyev. Bir qədər meydan özələn olan hissəsində qısa ötürmələri izləyirik. Gilli tərəf isə sanki bir qədər qapanıb. Rəqiblə həmlə qurmasına imkan tanıyırlar. Bilmirəm bunu istəyərək, bilərək edirlər, yoxsa həqiqətən də təşəbbüsü Gənclər Birliyi ələ keçirməyi bacarıb. Məhməd Həsənov ötürmə. Bir toxunuş var idi, yoxsa? Yox. At yerinə yetirməlidir. Heç bir toxunuş yox idi.
Mehdi Rəhimov top meydandan çıxarır. Nəbiyev. İbrahim Məhməd qarşıladı. Maksud Şıxzadayev. Sənal oynadı. Nəsirov. Yerli ötürmə ünvana çatmadı. Zəl rəqmi qabaqladı Rəhimov. Top elə keçirməyi bacardı Mehdi Rəhimov. Bir qədər top gerisində qalmışdı və təzyiq olduğu üçün geri qayıtma məcburiyyətinə qalır. İbrahim Məhməd top meydanı tərk etməyib. Zəl top elə keçirir. İbrahim səhvini düzəldir. Yerində bir müdaxilə idi. Kritik bir müdaxilə idi, amma topa müdaxilə idi. Orada Gənclər Birliyi oyuncularının bir qayda pozuntusu istəyi var idi, amma Medal təmsil heç bir qayda pozuntusu qeydə almamışdı. Bu arada Vahid Həsənov rəqiblərin nəticəsindən zərbə imkan tapdı, zərbə indirdi. Alınmır. Orada ədalət təmsilçilərinə etiraz var və bu etiraz bir qədər etik çərçivəyə daxildə deyildi. Odur ki, vərəqə gəldi. Hansı ki, səhv etmirəmsə Məhəmməd Həsənov sarı vərəqə gördü. Gənclər Birliyi 17 nömrəli oyunçu bəli Məhəmməd Həsənov idi bu. Sarı vərəqə görəm. Təzyiq var, Xəyal təzyiq edir. Orada Semraziyev yaxşı oynadı. Gövdəsi ilə bir qədər rəqiblə mane olmuşdu İbrahim Məhməd. Nəbiyev. Gördük ki, Gilli tərəfi artıq qalan vaxt ərzinə bir qədər əksizm kontratakə üstünü verəcək ki, hesab belə davam edərsə. Nəbiyev. Şayan Kərimi orada Vahid araya girdi, amma qapıyı yönəldə bilmədi. Nərman Əsənzadə qapıdan zərbələ oyunu daxil edəcək topu. Efir bir qədər gözləyin dedi. Hansı ki, texniki zonada bir hərəkətlik var idi, bəli. Mehdi Rəhimov əvəzləndi. Ona qədər ədəl təmsilçisi gözləyin deyirmiş. Korner. Gilli korneri yetirəcək. Xəyal ötürmə hissəyi. Bir hafta qol da qeydə alına bilərdi. Hansı ki, müdafiəçiləri dəymişdi top, amma top qapıdan yan keçir. Rəhman Nəbiyev. Nəbiyev. Cəlil oynadı. Orada mane olma bacarırlar. Sözün əsl mənasında top meydanı tərk edir. Diaqanla doğru ötürmə. Həsən ötürməsi. Orada çöndü zərbə indirdi. Kiper. Yine yaxşı oynadı. Hansı ki, Hüseyin Xasməmmədov zərbə indirmişdi. Nərman Əsənzadə sayıqlığı əldən vermədi. Bir ötürmə hissəyi. Heç soxuna bilmir. Out. Out yerinə itirilməlidir. Gənclər Birliyi adına Həsən Süleymanov. Cəhərmə meydansasının dəvəmdədir. Bir neçə komanda yolaşı mövqə tutmuşdu. Akrobatik zərbə və gol! Çox möhtəşəm bir gol. Çox baxımlı bir gol. Qalazar. Hansı ki, Vahid Həsənov idi bu. Qapı qarşısına asmada Vahid Həsənov. Akrobatik zərbəyə səy göstərdi və çox uğurlu alındı.
Çok bağlı bir oyun oldu. Nərmən Həsənzadə bu zərbə qarşısını heç edə bilmir. Artıq Gənclər birlikdə öz adlarına qapının kilidini açmağı bacardılar. Fərqi azaldılar. 2-1 oldu. Onlar sanki oyuna qayıtdılar. Görək ardı da gələcəkmi? Sanki bu gol komandanı bir qədər dəvəsləndirdi. Amma görək bu gol bax stimul, impuls verəcəkmi digər qollara? Cəfər bu həvəsi qırmaq lazımdır. Adiyə itiriləcək. Gilli adına İbrahim Ahmed. Orada topu uğurlama bacardılar. Əksəmlə isə göstərirlər İbrahim. Yine kritik bir müdaxilə. Yine səhvini düzəldir. Adiyə itirilməlidir. Turan Allahverdi. Gənclər Birliyi kapitanı. Bak bir qədər əvvəl belə bir epizodda qapı qarşılaşmada Vaydə Sənov möhtəşəm bir qola imza atdı. Hətta düşünün ki, qolun üstündən kifayət qədər vaxt keçib o mənə də qol barəsində bəhs edirəm. Zənimcə, biz onsuz da kapın tarixini adını yazır Vaydə Sənov bu qolla. Maksud Şıxsadayev İbrahim Ahmedli oynadı. Cina dəyişili Sənan Nəsirov. Orada Hüseyin Xas Məmmədov təzyiq edirdi. Bu arada Mehdi Rəhimov texniki zonada ayaq üstədir. Gələn dəqiqələrdə biz onu yenidən meydanda görə bilərik. Ötürmələrlə top müdafiədən çıxarması. Seyid Cəfərin o son ötürməsi uğurlanmamışdı. Cəfər, Rəvan Nəbiyev çıxışda düzgün oynadı. Amma sonu üstünanla bitirdi. Sənalda nəticə hasil olmadı. Cəlil. Rəvan Nəbiyev. Rəvan gözü ilə gəzir sanki komanda yoldaşlarını. Nəbiyevin ötürməsi bir uzun ötürmə. Qapısı yerindədir. Nəriman Həsənzadə yüksəltmə mənimsədi. Bir aşırtma zərbədir. Nəbiyevin qucağına. Cəlil. Yerli ötürmə. Turanla verdi. Ram edə bilmir. Ayaq saxlamaq istədi amma düşündüyü kimi istədiyi kimi alınmır. İbrahim Ahmed. Maksud Şıxsadayev. Cəfər Cəfərli. Komandanın əsas qolçuladı Cəfər Şıxsadayev. 2 nəfərin əhətəsindən topu çıxardardı gəlmədi. Allahverdiyev. Allahverdiyev. Hədəfi düzgün nişanla bilmədi Allahverdiyev. Cristiano Ronaldo'nun bir epizodunu xatırladım. Hansı ki isim hərəkətlər edən zaman, məşq zamanı kameramana tuş gəlmişdi onun zərbəsi. Allahverdiyevin də bax bu zərbəsi qapıya deyil də az qalsın kameramana deyəcəkdi. Turan Allahverdiyev. İndirilən zərbə Nəsirov. Blok gəldi. Out. Allahverdiyev. Rəvanlı oynadı. Nəbiyev. Orada bir toxunuş vardı deyir. Ədalət təmsilçisi korner işarə edir. Bu dəqiqələrdə bir qədər təşəbbüslə keçirməyə bacarıblar. Açıq həmlələri onların adını izləyirik. Yüksəlik qazanan top. O da Vaydə Sənov. Dublunu rəsmiləşdirmək istəyirdi. Gəlişinə də zərbə izlədik onun ifasında. Gözlətmədən zərbə indirdi, amma bu səfər çərçivəyə düşə bilmədi. Ötürmədə səhvə yol verdilər. Ahmed sanki komandaşlarını bir qədər səhvini düzəldir və İbrahim Ahmedə qarşı qayda pozulub. Hansı ki, burada zənnimizə bir qədər üstünlük prinsipinə əməl olundu. Üstünlük üçün bir cərimə zərbəsi qayda pozu yerindən yerinə yetirilir. Nəbiyevin ön istiqamətdə olduğunu görən yeni oyuncuları isə aşırtma zərbəyə səy göstərsələr də uğurlu alınmır. Cəlil. Nəbiyev. 32-ci dəqiqəni artıq yavaşdan geridə qoyacaq.
Və hesab 2-1'dir. 52, Gənclər Birliyi 1. Görüşdə hesabı Heydər Quliyev açıb. Daha sonra Zəfərli fərqi 2-yə yüksəldib. Gənclər Birliyi adınsa Vahid Həsənov fərqlənmişdir. Bax, bu zərbəni də təhlükəli həmlələrdən biri saymaq olar. Vahidin zərbəsi blok gəldi. Uzaqlaşdıra bilmədilər. Nərimanda qaldı top. İbrahim Ahmed. Zənimcə alt yerinə yetirməlidir. Bəli. Ədalət təmsilçisi də mənimlə fikirdir. Cinata uğru itirməyim. Nəbiyev. Cəlil. Orada Maksud Şıxzadayev. Duellonun qalib tərəfidir. İndi Cəlil öndə presingidir qazanmaq üçün. Şıxzadayev bir qədər ilişdi. Nəsirov, Maksud. Ötürməsi öndə boşda olan oyuncu vardı. Heydər topladı. Heydər Quliyev. Dördünü rəsmiləşdirir. Komandasının üçüncü özünün ikinci qolu. Sonrası qol sevinclərini birlikdə bölüşürlər. Mehdi Rəhimov, Xəyal Rəhimli və Sənan Nəsirov Heydərin yanına ilk gələn oyuncular oldular. Bu qol sevinclər hələ də davam edir. Heydər Quliyev. Fərqi yenidən 2 yüksəldir. 3-1 oldu, 53. Gənclər Birliyi 1. Cəlil. Nəriman ötürməsi yenidən Heydərə doğru bir qədəmlə bu səfər mane olma bacardılar. İbrahim Məhmədin təzyiqi var idi. Orada Hüseyin Xasməmmədov var girdi İbrahim Məhməd. Gerdən bir müdaxilə müqaydalar çərçivəsində də Heydər. Heydər əlinə də deyir ədalət təmsilçisi. Heydər isə bu qərarla razı görünmür. Maksud Şıxzadayev. Rəqiblərin içindən kösü Maksud. Ələriddin Ələr sanki ayağına yapışmışdı. Artık ikinci hissede son yakalattı. İkili komandası zevki bir müdafaa daha da güçlendirir. 3-1 sarı diyen hesabı korumuna çalışacaklar. Işığı ya buranda, onu sonra buranda. Cansel Zulur. Gençler
standart vəziyyət izləyəcəyik. Kifayət qədər təhlükəli bir nöqtədir. Görə necə yerinə yetiləcək? 3 nəfərdən ibarət canlı səhv var. Cəlil topun arxasında. Birbaşa zərbə idi bu. Qapıya doğru zərbə Vahid Həsənovun ifasında izlədik. Top qapıdan yan keçir, səsvə düşmək mümkün olmadı. Sənan Nəsirov. İmansız ötürmədi. Yavaş-yavaş oyunun sonlarına yaxınlaşırıq. 37-ci dəqiqə oynanıldı görüşdə. Hesab 3-1'dir. Bax bu hesab Gillini üçüncülüyə daşıyır. Və Mehdi Rəhimov topu qazanmaq istədiyi əsnada qaydanı pozub. Kiperim nəzarət altında top meydanı tərk edir. Mehdi Rəhimov. Mehdiyə sarı vərəqə göstərilir. Kapitan da sarı vərəqə gördü. Cəlil. Orada Coşqun Bayramov mane oldular. Out yerinə itilməlidir. Zərbə keçmədi. İbrahim Ahmad əksəmlə səy göstərə bilərlər. Mehdi Rəhimov ön aldı. Topla ilerlədi. Mehdi Rəhimov. Top qapının üzərinə meydanı tərk edir. Rasivdə sarı vərəqə var idi. Aktivinə qol yazdırmaq istədi, amma düşündüyü kimi alınmır. Maksud Şıxzadayev. Mehdi ilə oynadı. Rəhimov yenidən Şıxzadayev. Zərbə keçmir. Kifayət qədər təhlükəli həmlə idi. Azbəklə top qapıdan yan keçir. Adımı düz deyərsən də Xan Murad deyərsən. Zəifdə düz yazmış orada. Nəbiyev. Seyxas Məmmədov. İbrahim Ahmədin müdaxiləsi var idi. Qarşılıqlı mübarizə izləyirik. Xas Məmmədov. Yayındı rəqibindən Hüseyin ötürməsi komanda yoldaşına. Endirilən zərbə. Nəsirovdan blok gəldi. Vaxt tükənir artıq. 39 dəqiqəni geridə qoyuruq. Son həmlələrdir, son cəhdlərdir. Cəlil orada öz komandalaşı bir qədər mane oldu. Daha bir cəhd. Kipers. Nərmən Əsənzadə uzandı. Vahid Həsənov. Vahidin ötürməsi. Özbəkistan bölgəli mütləq qeydiyyata keçin. Buna öncəsi müsabiqəyə iştirak edin. Ağırlı saat qazanacağız. Mütləq qeydiyyata keçin. Qeydiyyatın son anlardır. Son dəqiqələrdir. Bir qədər sonra qeydiyyat bitəcək. Mütləq qeydiyyatı yaxınlaşır və təşkilatlar tərəfindən ağırlı saat qazanmaq qarşılayacaq. Əleyder Quliyev birbaşa qırmızı vərəqə gördü. Səhvimi düzəldim. İkinci sarıda. Qırmızı vərəqə hansı ki, səhv etməmsə qeyri-etik ifadəyə görə idi bu. Onun aktivində 2 qol var. 2 sarı vərəqələ, qırmızı vərəqələ də meydanı tərk edir. Üçüncülük uğrunda mübarizədə nə istərsən var.
top qapıdan keçir. 3-2. Gənclər biri təslim olundu. 2-3. Bir qədər azalır. 3-2 ilə son Hadi Sənəm bekləmişdi görə bu bəs edəcəyimi. bir gol. Sənəmizə çox vaxtları yoxdur. Qalan vaxtı dəyərləndirmək istəyəcəklər. Ədalət təmsilçisi qarşılaşmanı bitirdi, bəli. Onlar üçün yalnız təsəlli qol olur. Bizon Student Cafe. Üçüncü yerimiz Gilli olur. Gilli. Üçüncü yorulunda mübarizədə 3 hesabla kəndisələr birliyi məqbul edir. Gözlən oyuncusun zəynəcə hər iki komanda təşəkkür etmək lazımdır. Hər iki komanda təbrik etmək lazımdır. Hər iki komanda təqdir etmək lazımdır. Və onların növbəti turnirlərdə biz uğurlar arzu edirik. Hələlik sağollaşırıq.